Uğurlar her iki komandaya. İnşallah güzel mübarizəli oyun gider. Ağcabədi komandasının ilk hücumuydu. Qapıcı vaxtında mövqeyini tərk edib topu sahib oldu və indi oyunu başladır. Ötürmə keçməli. Out. Hesab hal-hazırda 0-0'dır. 12 dəqiqələrdir. İndi başlayıb oyun. Sağ tərəfdə olanlar Ağcabədi komandası heyətidir. Qırmızı rəngdə forma geyinənlər. Sol tərəfdə isə İnşaat Sabot komandasının heyətidir. Ümumi hesab 0-0'da oyunun ilk dəqiqəsidir. Birinci dəqiqə başa çatdı, ikinci dəqiqələrdən gedir. Yenidən at, bu dəfə isə Ağcabədi komandası at atışını yeni yetirəcək. Müdafiə burada səhvsiz çıxış edir. İnşaatçı komandasında topu uzaqlaşdırmağa çalışırlar. Ağcabədi komandasının təhlükəli hücum epizodu. Yenidən amma top meydanını tərk eləmişdir. Hesab hələ ki 0-0'dır. 12-ci dəqiqəsi başa çatdı. Out. Ağcabədi komandası out atışını yeni yetirir. Rəqib komandanın cəmə meydançasına yaxın bir yerdə. Topa əllə toxunuş vardı. Azacıq fərqlə. Cərimə meydançasında azacıq kənardan. Ağcabədi komandası cərimə zərbəsini yerinə yetirəcək. Təhlükəli mövqedən. Baxa görə Ağcabədi komandası bu epizoddan nə ilə nəticələnəcəklər? Hesabı açmaq üçün ən gözəl, ideal, əlverişli mövqedir. Hiç səsləndi. Qapıdan az-azı fərqlə. Yandan çıxdı top. Təhlükəli epizoduydu. Hesab hal-hazırda 0-0'dır. Oyunun 4-cü dəqiqəsi başa çatıb. Ağcabədi 0, İnşaatçı Futbol Klubu 0. Qapıdan zərbəni yeni yetirəcək Ağcabədi İnşaatçı komandası. Давай.
Zərbə. Hal-hazırda ümumi hesabda gol səsi gəlməyib, 0-0'dır. Hesab açılmayıb. İnşaatçı komandası cərimə zərbəsindən topu oyuna daxil edəcək. Böyük ehtimal ki, cərimə zərbəsi yerinə yetirərkən rəqibin cərimə meydançasına ötürmə olacaq. Birbaşa qapıya gedən top dirəkdən qayıtdı. Birbaşa top qapıya yönləndirildi. Qapı sanki burada gözləmirdi onu. Alladı zərbə idi sanki. Bir daha təkrar zərbə. Top meydandan çıxdı. Qapıdan zərbə Ağcabədi komandası yerinə yetirir. Ümumi hesab 0-0'dır. İnşaatçı 0, Ağcabədi 0. Oyunda cəmi 1 hal-hazırda 6 dəqiqə ərzində 2 daha doğrusu təhlükəli epizod oldu. İkisi də cərimə zərbəsindən. Birinci cərimə zərbəsini yetirdi. Yerinə yetirdi Ağcabədi komandası. Qapıdan xeyli aralı keçdi, amma İnşaatçı komandası yerinə yetirdi. Cərimə zərbəsi isə top qapı dirəyinə dəyərək müdafiəçilər tərəfindən uzaqlaşdırıldı. Ümumi hesab 0-0'dır hal-hazırda. Oyunun 7-ci dəqiqəsi başa çatıb. Alt atışını yerinə yetirir Ağcabədi komandası. Ümumi hesab 0-0'dır. Oyunun 8-ci dəqiqəsi başa çatır. Cəmi 2 təhlükəli epizod olub bu dəqiqələrdən etibarən. Hər iki komandanın aktivində bir təhlükəli epizod olub, yadda qalan. Out. Qala verin topu. Ümumi hesab hal-hazırda 0-0'dır. İnşaatçı Sabirabad 0, Ağcabədi futbol klubu 0. Oyunun 9-cu dəqiqəsi başa çatır artıq. Cəmi 2 təhlükəli epizod olub, hər komanda adından bir təhlükəli epizodda yadda qalıblar. Oyunda rəsmi xəbərdarlıq hələ ki olmayıb. Qapıdan zərbə. Bu epizodda Ağcabədi komandasının oyuncusu topa çata bilmədi və top meydanından kənara çıxdı. Qayda pozuntusu. Hakim qayda pozuntusu qeydə aldı. Ümumi hesab 0-0'dır. Oyunun artıq 10-cu dəqiqəsi də başa çatıb.
2 təhlükəli epizoda şahidlik eləmişik. Hər komandanın aktivində bir təhlükəli epizod var. Yadda qalan birində inşaatçı komandasının zərbəsi top vurduğu zərbə ilə top dirəkdən geri qayıtdı. Digər zərbə isə Ağcabədi komandasının qeyri-dəqiq zərbəsi idi. Bir xeyli aralıdan keçdi, qapıdan aralı keçdi. Offside. Bu epizodda offside. İnşaatçı komandasının ortası offside-daydı. Yan xətt hakimi bayrağını qaldırdı. Ümumi hesab 0-0'dı. Sanki bir balaca meydanda gərginlik var. Hal-hazırda bu dəqiqələrdən etibarən hər iki komandanın adına deyirəm. Tez-tez çovulluğa yol verirlər. Düzdür, yüngül çovulluq da olsa oyunun tempini aşağı salır. Qapıya doğru zərbə. Ağcabədi komandası 10 nömrəli oyuncusu birbaşa qapını yoxladı, amma top qapıdan aralı keçdi. Kulağıma koyan dostu kızmışsın. Hal-hazırda ümumi hesab 0-0'dır. İnşaatçı 0, Ağcabədi 0. Oyunun 12-ci dəqiqəsində başa çatdı artıq. Cəmi 2 yadda qalan epizod var. Təhlükəli epizod, amma heç bir də qolla nəticələnməyib. Kim yaralayıb? Hər iki komandanın aktivində bir təhlükəli epizod var. 13 dəqiqəndə Ağcabədi komandası vurduğu cərimə zərbəsindən. Həmin o epizodda top qapıdan xeyli aralı keçdi. Xeyliyə biraz aralı keçdi az məsafədən. İkinci epizodda isə inşaatçı komandası yenə də cərimə mövqeyindən zərbə yenidirdilər. Top dirəkdən döndü. At atışını yeni etir inşaatçı komandası. Arkadaşım topun meydana çıxdığını işarə verdi, amma
İnşaatçı komandasının oyuncusu sıradan çıxmadığını bildirildi. Alt Ağzəbədini yeni itirdilər artıq. Ben şuradan Qapıcı bu epizodda topu götürən tərəf oldu və oyunu əllə başladı dərhal. İnşaatçı komandası oyunun hesabını açmaq istəyir. Ümumi hesab 0-0'dır. Çizim ola bilər də Ağcabədi komandasının adına, amma alınmadı bu epizodda. Oyunun ilk 15 dəqiqəsi yekunlaşmaq üzrədir. Hesab açılmayıb. Mərkəzdə sanki bu dəqiqələrdən hər iki komanda adına top itkiləri tez-tez baş verir. Qayda pozuntusu. İnşaatçı komandasının heyətində 8 nömrəli oyuncu qayda pozuntusuna yol verdi və hakim cərimə zərbəsi təyin edir. Oyunun mərkəzinə yaxınladı. Ümumi hesab hal-hazırda 0-0'dır. Qapıya doğru türmə qapısı inamlı çıxış edir burada. Az qalsın sanki top rəqib komanda oyunçusuna dəyib mövqeyini dəyişəcəkdir. adamlar var. 15 dəqiqədə mən demək olar ki, daha doğrusu 17 dəqiqə demək olar ki, bəlkə bir 17 dəqiqə oyun dayanıb. Hər dəqiqə qayda pozuntusu qeydə alınıb hakim. Oyunun tempi o qədər də yüksək deyil. Ümumi hesab 0-0'dır. Ümumi ilerleyen dəqiqələrdə oyunun tempi daha da sürətli olar. Gözəl, maraqlı oyun izləmiş olarıq. Zədəli oyuncu, daha doğrusu qapıcı zədəlidir bu epizodda. Boş alanda qapıcı zədələnib, ayağını tutub və hakim oraya yaxınlaşdı. İnşaatçı komandasının qapıcısı. Həkimdən meydana daxil ola biləcəkmi? Daxil olacaqmı, çağırılacaqmı daha doğrusu? Bəli. Oyunun başı hakimi həkimləri meydana dəvət edir və tip bir maşın əraziyə yaxınlaşır. Oyun dayanıb hal-hazırda 18-ci dəqiqədir. Hesab açılmayıb. Meydanda inşaatçı komandasının qapıcısı topsuz mövqedə zədələnib. Ümid edir ciddi heç bir şey yoxdur. Sanki davam eləyə bilməyəcək. Buradan mən elə görürəm. Amma topsuz mövqedə idi. Yəni orada nə baş verdiyini biz də görmədik. Boş alandaydı. Yəni axan epizod deyildi. Qapıcının zədələnməsindən nə səbəb oldu onu bilmədim. Ümumi hesab 0-0'dır. İnşaatçı komandasının qapıcısı zədələnib, həkimlər meydana dəvət olunub. Baş hakim tərəfindən oyunun 29-cu dəqiqəsidir. Hesab açılmayıb. Deyəsən dəyişiklik olacaq. Həmçində hakim də bu fasilədən istifadə edilərək su fasiləsi elan edib. Rəqib komandalar, daha doğrusu oyunun iştirakçı komandalar su fasiləsindədir. Qapıcı isə mənə elə gəlir ki, oyunu davam etdirəməyəcək. Çünki axsayır bu dəqiqə meydanda kənara yaxınlaşır. Yəqin ki dəyişiklik olacaq. Baxaq görək.
Yox, dəyişiklik olmadı. Hakim komandalar meydanı dəvət elədi. Oyun hesabı 0-0'dır. Oyunun 20-ci dəqiqəsidir. Oyunda kiçik bir fasilə baş verdi. Zədəli oyunçu ilə bağlı və bu fürsətdən də komandalar su fasiləsindən yararlandılar. İndi artıq öz mövqelərinə qayıdırlar. Oyunda cəmi 2 təhlükəli epizod olub. Bir Ağcabədi komandası tərəfindən, bir də İnşaatçı komandası tərəfindən. İlerleyen dəqiqələrdə ümid edirik ki, biz gözəl mübarizəyə şahidlik edərik bu oyunda. Oyun devam edir. Qaldığı yerdən Ağcabədi komandası əksi hücuma çıxıb hal-hazırda. Bir qədər yuvandılar. Artıq İnşaatçı komandasının müdafiəçiləri öz yerlərini tutublar. Amma hal-hazır top Ağcabədi komandasıdır. Ötürmə qeyri-dəqiqdir. İnşaatçı müdafiəsi tərəfindən top yan xəttdən meydanı tərk edir. Out. Ümumi hesab 0-0. Oyunun 21-ci dəqiqəsi. Hesab hal-hazırda 0-0. Hələ ki tərəflər arasında hesab açılmayıb. Qayda pozuntusu, İnşaatçı komandası qayda pozuntusunu qeydə aldı baş hakim tərəfindən və rəqib Ağcabədi komandası cərimə zərbəsini yerinə yetirəcək. Təhlükəli epizod ola bilər. Ev tapşırığı yerinə yetirilərsə bir qədər düzdür. Uzaq məsafədə oyunun meydanın mərkəzinə yaxın yerdədir, amma ev tapşırığı yerinə yetirilərsə mənə elə gəlir ki, təhlükəli epizod yarada bilərlər, hesabı da ata bilərlər. Hakim səsləndirdi və zərbə olacaq. Zərbə birbaşa qapıya. Qapıdan aralı keçdi. Qapıdan bir xeyli aralı keçdi. Sanki qapıcı topun mövqeyini rahat görürdü. Elə də reaksiya vermədi topa. Oyunun 22-ci dəqiqəsi. Hesab 0-0'dır. İnşaatçı 0, Ağcabədi 0. Qapıdan zərbə. Bu dəqiqələrdən etibarən hal-hazırda Ağcabədi komandası üstün tərəf kimi sayıla bilər. Kəsərli hücumları var, amma qeyri-dəqiqlik çatışmır bu epizodda. Oyunun tam mərkəzində isə hər iki komandanın oyuncuları top itkilərinə çox yer verirlər. Zərbə qapıya, yenə də top aralı keçdi. Artıq bu neçənci dəfədir İnşaatçı komandası mövqeyi sanki bir qədər yuxlayıb bu belə desək, bu epizodda qolla dəyərləndirilə bilər. Ağcabədi komandasına sadəcə onda bəxti gətirir ki, İnşaatçı komandasının qeyri-dəqiqliyi var. Qapıdan zərbə. Artıq mən bu cümləni istifadə eləməkdən yoruldum. Out. Ağcabədi komandası out atışını yerinə yetirir. İnşaatçı komandası hücum mövqeyini hal-hazırda qurmağa çalışır. Oyunun sol cinahından, meydan sol cinahından. Amma alınmadı. Təhlükəli epizod ola bilər. Offside. Bu epizodda da offside. Yan xəta kimi bayrağını qaldırdı. Offside qərarı verildi. Oyunun 24-cü dəqiqəsidir. Hesabda bərabərlik var. Oyunun 25-ci dəqiqəsidir.
Geçen gün aşağı Təhlükəli zərbə ola bilər. Oy 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 oy. Nə qaçırdılar buradan İnşaatçı komandası. Out. Çox təhlükəli epizod idi burada. İnşaatçı komandası var. Qapısı da, Ağcabədi komandasının qapısı da inanılır. Çıxış elədi bu epizodda. Bir səhv olsaydı artıq hesab açılmışdı. Out. Çıkabilirler. Bizim kapalı değil. Abi öğrenmeyebilir mi? Bizim kapalı oldu. Azaldı da kapalı. Hesab 0-0 daha fazla. 0-0'dı. Oyunun 27. dəqiqəsi başa çatdı. Bu da təhlükəli deyil. Sanki bir qədər çok yukarı da getdi, gölə getdi biraz. Bir balaca aşağıya geçsəydi bu epizodda da Ağcabədi komandası hesabı aça bilərdi. 28. dəqiqə. Oyun hesabı 0-0. Hakim oyunu dayandırdı Ağcabədi komandası heyətində. Sanki bir qədər anlaşmamazlığı var komandaların öz oyuncuları arasında mübahisə yaranıb. Hakim müdaxiləsi var hal-hazırda. Mesela bir tane adam şey yapıyor. Oyundan çıkartsalar. Oyundan çıkartsalar. Out. Hesap hal-hazırda 0-0'dır. Az önce Ağcabədi komandasının oyuncuları arasında anlaşmamazlığı vardı. Bir balaca mübahisə məqamı yarandı, amma hakim baş hakimi müdaxiləsinə hər şey qaydasında da oyun davam edir. Oyunda 29. dəqiqə başa çatdı və hal-hazırda oyun hesabı 0-0'dır. Təhlükəli epizodlar olub bir neçə dənə hər iki komanda adına, amma qeyri-dəqiqlik olduğuna görə hesabda bərabərliyi var. Hesab hələ ki açılmayıb. Qapıdan zərbə olacaq. Bir də İnşaatçı komandasının zədəli oyuncusu var, daha doğrusu qapıcısı. Oyuncu qapıcı zədələndi, boş mövqedə, boş alanda ayağını tutdu, həkimlər meydana daxil oldu və bu fasilə zamanı da komandalar fürsətdən istifadə edərək su fasiləsindən yararlandırırlar. Amma hələ ki heç bir məcburi dəyişiklik yoxdur oyunda. Həmçinin də rəsmi xəbərdarlığı da qeydə alınmayıb. Düzdür, oyunun tempi bir qədər aşağıdır. Hər 2 dəqiqəyə bir qayda pozuntusu qeydə alınır. Demək olar ki, təxminən oyunun tempini aşağı salır. İnşallah irəliləyən vaxt dəqiqələrində gözəl, templi, birə-bir mübarizəli oyun izləmək qismət olar. Görək, bu epizodda Ağcabədi komandası yenidən topu mərkəzdə qazandı. Əks hücum qurmağa hazırlaşır. Amma yox.
İnşaatçı komanda daha çox topu mərkəzə, meydanın mərkəzində bitirirlər. Yenə qayda pozuntusu. Qeyd elədim ki, hər 2 dəqiqədən bir demək olar ki, qayda pozuntusu qeydə alınır. Oyun hesabı 0-0'dır. Oyunun 30. dəqiqəsi yekunlaşdı. Cərimə zərbəsini yerinə yetirdi Ağcabədi komandası, amma burada heç kim topa toxuna bilmədi. Top meydanı tərk elədi. Qapıdan zərbə olacaq. İnşaatçı komandası qapıdan zərbəni yerinə yetirir. Qayda pozuntusu. İnşaatçı komandası cərimə zərbəsini yerinə yetirəcək. Oyun hesabı 0-0'dır. Oyunun 31. dəqiqəsi başa çatıb. Dərhal topu meydana daxil edildilər, oyuna daxil edildilər və hücum qurmağa çalışırdı İnşaatçı komandası, amma Ağcabədi komandasının mərkəz oyunçuları buna imkan vermədilər. Oyunun sağ cinahından meydanın sağ cinahından Ağcabədi komandası hücum qurmağa çalışırdı, amma İnşaatçı komandası müdafiəsi səhvsiz çıxış edir burada. Out yerinə yetiriləcək. Ümumi hesab hal-hazırda 0-0'dır. İnşaatçı 0, Ağcabədi 0. Offside. Yaxud həkimi bayrağını qaldırdı, amma texniki zonada İnşaatçı komandası texniki zonasında etirazlar var bu qərarla bağlı. Ümumi hesab bərabərdir. Hələ ki hesab açılmayıb. Oyun dayandı. Dayanmaq səbəbi nə deyim, onu anlamaya çalışıyorum. Hələ ki oyun dayanıb. Sonuncu verilən qərar offside qərarı idi. Yəqin ki, ondan sonra nəsə baş verdi meydanda, mən qaçırdım. Hal-hazırda oyun dayanıb. Aydın oldu indi. İndi aydın oldu. Həkimlər Həkimlərlə də bağlı problem. Səhvlərəmsə. Gözləyirik. Hesab 0-0'dır. Oyunun 34. dəqiqəsi yekunlaşıb. Oyunda gol epizodu yoxdur, amma ona yaxın təhlükəli epizodlar olub. Bir neçə dənə hər iki komanda adına. Oyun dayanıb, gözləyirik. Devam edir. Qallı yerlə devam edir. Paslar yarandı, amma tam anlaşılmadı. İndi çatdı, həkimlə bağlı idi. Ambulansın biri meydanı tərk etmişdi, meydanın kənarına getmişdi. Təhlükəli epizod vardı burada, amma bu da gol olmadı. Artıq ikinci real gol epizoduydu İnşaatçı komandasının adına. Bu fürsətdən istifadə edə bilmədilər.
Acaba bu ne nəticələnəcək? Yox. Bu da olmadı. Küçüm ola bilər. Amma daha çox yaxın inşaatçı komandasının müdafiəçisidir topa yaxın. Bu epizodda amma topu itirdi. Aldı bir epizodda topu itirdi. Küçüm yox. Bu da Ağcabədi komandasının oyuncusu. Hücumcusu topu itirdi. Adi epizodda. Hesab 0-0'dır hal-hazırda. Oyunun 36. dəqiqəsidir. Out. Geri de götürmeydi buradan. Bu hücumun da neticesi olmadı. Ümumi hesap 0-0. Oyunun 36. dəqiqəsi. Oyunda ümumi toplamda bir 5 dəqiqə fasilə olub. Yəqin ki artırmalar qeydə alınır oyunun baş hakimi tərəfindən. Ekranı yaxınlaşdıra bilməyəcəm çünki siz hal-hazırda ikinci telefonla izləyirsiniz. Mən aşağıda digər telefonla YouTube kanalı üçün çəkiliş həyata keçirirəm çünki orada hər iki əlim ikisi də məşğuldur çünki sizin izlədiyiniz hesablara müdaxilə edə bilmirəm. Üzr istəyirəm. Sadece sigareti al. Allah korkmayın orada dursa dedim. Sigareti tut yere al. Ümumi hesap 0-0'da oyunun 48 dəqiqəsi də tamamlandı artıq. Tərəflər arasında bərabərlik var. Gol epizodları olub təbii ki, amma nəticələnməyib. Oyunda rəsmi xəbərdarlıq da olmayıb, onu da vurulur. Bir zədəli oyuncusu var hal-hazırda meydanda, qapısı, inşaatçı komandasının qapısıdır da. Oyunun 10-cu dəqiqəsində, 15-ci dəqiqələrində təxminən boş mövqedə zədələndi. Baş hakim tərəfindən həkimlər meydana daxil oldu. Fasilə yarandı bir qədər. Amma oyunu hal-hazırda davam etdirir. Ümumi hesap 0-0'dır. Oyunda bərabərlik var. Ağcabədi 0, inşaatçı komandası 0. Baxaq. Bu epizodda top meydanını tərk elədi. İnşaatçı komandasından. Oyuncusuna 9 nömrə oyuncudan və sanki bir qədər də burada kobudluq var idi. Hakim həmin epizoda yaxınlaşdı. Hesab hal-hazırda 0-0. Ben tanıyorum görsel ötesi. Şey daim Gözəl ötürmə. Boş mövqeyə və 2 nömrə oyuncudan zərbəsinə ötürmə, amma orada topa çatan heç kim olmadı inşaatçı komandasında. Əks hücum izləyə bilərik Ağcabədi komandasının heyətinə, amma burada offside var idi, açıq aşağı offside vardı və yan xətt hakimi bayrağını qaldırdı. Offside. Ümumi hesab 0-0'da. Oyunun 40-cı dəqiqəsi tamam oldu.
Həmin məşədə bu inşaatçılardan yaxşı, mən yolda bilər. Mən çalata bilər. Defasda mən keçəm bilər. Mən yaşım olsa mən defasda keçəm. Sizdən zərbə olacaq. Ümumi hesab 0-0'dır. Biraz Sabirabaddır. İnşaatçı Sabirabadla Ağcabədi futbol klubunun 4-1 final mərhələsi Azərbaycan Hərəkələr Futbol Federasiyasının liqasında keçirilir. İlk oyundu. Ümumi hesab 0-0'dır. Oyunun 41-ci dəqiqəsi cərimə zərbəsindən yerinə yetirildi və zərbə vuran olacaqmı? Yox. Burada heç kim zərbə vura bilmədi. Qapıcı burada səhvə yol vermişdi. Müdafiə burada ayaq sayı da Ağcabədi komandasında. Topu uzaqlaşdıra bildilər cərimə meydançasından. Müdafiədə səhvsiz çıxış ilə hal-hazırda iki komanda. Oyunun hesabına da yansıyır bu 0-0'dır. Sadəcə oyuna geri dəyilik çoxdur və oyunun tempi bir qədər aşağıdır. Ümumi hesab İnşaatçı 0, Ağcabədi 0. Hələ ki hesab asılmayıb bu görüşdə. Yəqin ki, əlavə vaxtda olar. Başlaşım tərəfindən əlavə vaxt verirlər. Çünki az önce qeyd elədiyim kimi oyunda ümumi 5-6 dəqiqəlik fasilə olub. Bu epizodda da inşaatçı komandasının müdafiəsi səhvsiz çıxış eləyir. Topu uzaqlaşdırdılar. Out. Və at atışını Ağcabədi komandası yerinə yetirəcək. Birbaşa cərimə meydançasına tərəf yönləndirdi topu, amma təkrar uzaqlaşdırdı bu müdafiəçilər. İnşaatçı komandası müdafiəçiləri. Amma yox, qapıcı çıxdı bu mövqedə, offside. Offside qərarı var. Oyunda hesab bərabərdir, 0-0'dır. Hesab açılmayıb. Bəli, ilk hissədə hal-hazırda 43-cü dəqiqə yekunlaşdı. Əlçizimiz deyə bilərik inşaatçı komandasılarına. Sol cinahdan hücumu həyata keçirməyə çalışdılar, amma yaxud həkimi qeyd edir ki, top elə inşaatçı komandasının oyuncularından meydanı tərk eləmişdi. Texniki zonada da bununla bağlı etirazlar var idi təbii olaraq. Burada bir balaca təhlükəli oldu. Topa müdaxiləsi. Qapıya doğru zərbə idimi, ötürmə idimi bu bir qədər məmalı qaldı. Amma elə də ciddi bir təhlükə yaratmadı inşaatçı komandasının qapısına. İndi inşaatçı komandası hücum mövqeyindədir. Və qayda pozuntusu cərimə zərbəsini yerinə yetirəcək inşaatçı komandası. Ümumi hesab 0-0'da 45-ci dəqiqə artıq tamamlanıb. Yəqin ki, baş hakim əlavə vaxt təyin eləyib, biz bunu bilirik. Böyük ehtimal ki, belədir.
dəqiqəsi tamamlanıb. Ümumi hesab 0-0. Xeyr, elə hakim də əlavə vaxt vermədim. Sadəcə topun meydana daxil olmağını gözlədi. Ümumi hesab 0-0. İlk hissə bitdi. Ağcabədi 0, İnşaatçı komandası 0. Oyunda rəsmi xəbərdarlıq olmayıb. Bir zədəli bir oyuncu var idi. İnşaatçı komandasının heyətində qapıcı zədələnmişdi. Boş alanda, boş mövqedə, topsuz mövqedə. Oyunda hər iki komandanın adına demək olar ki, təhlükəli qol epizodları vardı. Daha çox üstün tərəfdə İnşaatçı komandasının daha real qol epizodları vardı. Fürsətdən istifadə edə bilmədilər. Nəticə etibarı oyunda bərabərlik var. 0-0'dır. Oyunun ümumi hesabı. Komanda fasilə yollandı. Biz futbol oynamıyor. Buranın kolay futbol oynamıyor. Koşun sonra cevap futbol oynamıyor. Ben orada futbol görmedim. Bir futbol görmedim. Ne alsın? Ağcabədidə belə sorunlarının güclü olur. Sen aynadan işsin abi. Bunlar futbol oynamıyor. Bir de sonra oynuyor. Kim sen şimdi düz ikilem biraz. Allah hakkı ikileme ayaktan. Emin ne oldu? Neyse narahatsın. Kime? Altında bintim var. Biraz mesela yolda. Bir iki kere gittim. Azat, sana bintilerin kara. Azat kara. Sən olmuşları. İkinci isə 13 dəyişik baş verəcək. Məlumat vereyim. Özdə adi məlumat verəcəm o zamanı. Dəyişikliklər deyəcək, kimlər dəyişdi, kimlər girdi. Hamısı haqqında məlumat. heyəti də deməmişdim mən. Heyəti də deməmişəm. Heyətdə qapıda Fəriddir. Fərid zədələndi amma bilmirəm. Hə, Fərid zədələnir. Müdafiədə Miridir. Azartdır. Sonra Emildir, Aydındır. Ortada Oruç, İsmail, Qərqulu, Üznam. Bir də Hikmətlə Cəfər. Birini göstərir zəhmət olmasa bizim top yerimizdir. Tez ol, başladı, tez ol. Başladı, gedim çatım. İkinci hissə başladı. Tam hazırıq. Ümumi hesab 0-0'dır. İkinci hissə başlayıb, artıq bir dəqiqəsi tamamlandı. İkinci hissənin oyununda qol yoxdur, rəsmi xəbərdarlıq yoxdur. Bir zədəli oyuncu vardı. Amma qapıcı, İnşaatçı komandasının qapıcısı. Amma o da hal-hazırda oyunu davam elətdirir. Axan epizodda zədələnməmişdi, düzdür. Boş epizodda zədələnmişdi, topsuz mövqedə. Amma hal-hazırda yəqin ki göründüyü kimi zədəsi ciddi deyil, oyunu davam elətdirir. Ümumi hesab 0-0. Sağ tərəfdə İnşaatçı komandasının oyuncuları yer alır, sol tərəfdə isə Ağcabədi komandasının oyuncuları. Ümumi hesab bərabərdir. Uğurlar hazırlıq hər iki komandaya. Qayda pozuntusu qeydə alınır bu epizodda. Ümumi hesab 0-0'dır. Ağcabədi 0,
İnşaatçı 0. İkinci hissənin 3-cü dəqiqəsidir. Qayda pozuntusu qeydə alındı. Ümumi hesab 0-0. Ekranı yaxınlaşdıramıyorum. Siz ikinci telefonla izləyirsiniz. Mən aşağıda YouTube səhifəsi üçün əsas telefonla çəkiş eləyirəm. Çünki əlimin hər ikisi də orada zanitli məşğuldur. Ona görə üzrü sayın. Çox sağ olun. İnşaatçı komandası təhlükəli epizod yarada bilərdi, amma Ağcabədi komandasının müdafiəçiləri buna imkan vermədi. Amma nəticə etibarən yenə topu itirdilər. Top inşaatçı komandasında. Mərkəzdən oyunu qurmağa hazırlaşırlar. Planlaşdırırlar. Oyun hesabı 0-0'dır. Hələ ki hesab açılmayıb, amma yadda qalan çox epizod var. Əl. Burada Ağcabədi komandasının hücumçusu, sağcının hücumçusu topa əllə müdaxilə eləmişdi. Hakim oyunu dayandırdı və inşaatçı komandası dərhal topu oyuna daxil edirlər və oyunu başlatmağa çalışırlar. Hücumu başlatmağa çalışırlar. Sol cinaha tərəf ötürmə oldu burada. Çalışdığım qədər ekran yaxınlaşdıra bilmədiyim ki, sizlərə belə qeyri-peşəkar da olsa şərh eləməyə çalışıram. Ümumi hesab 0-0'dır. İkinciden zərbə olacaq. İnşaatçı komandası ikinciden zərbəni yeni etirir. Təhlükəli görə epizod olacaqmı və yaxud da hesab açılacaqmı? Zərbə, amma yox. Burada müdafiəçilər səhvsiz çıxış edədilər. Topu uzaqlaşdırıldı. Out. Out atışını yeni etirəcək inşaatçı komandası. Ümumi hesab 0-0'dır. Qaqa, ay qaqa. Bir də açın da zəhmət olmasa. Çox sağ ol. Həsrət. Yox, qalsın belə, sağ ol. Top hakimiyyəti hələ ki inşaatçı komandasındadır. Ümumi hesab 0-0. İkinci hissənin 4-cü dəqiqəsidir. 5-ci dəqiqəsidir daha doğrusu. Bəli, bəli. Vaxt var idi, kimsə qapısı idi. İndi hal-hazırda video çəkir. Çox sağ olun. Ümumi hesab 0-0'da Ağcabədi 0. İnşaatçı Sabirabad 0. Hal-hazırda oyunun 7-ci dəqiqəsi. İkinci hissənin daha doğrusu. 7-ci dəqiqəsi də ümumi 55-ci dəqiqədir oyunda. Tərəflər arasında hesab açılmayıb.
Təhlükəli gol epizodları olub, bəli, amma hər iki komanda bu epizoddan yararlana bilməyib və burada az qalmışdı. Az qalmışdı ki, Ağcabədi komandası hesab açsın, amma yerdə qapıcı yenidən zədələnib və həmçində Ağcabədi komandasının hücumçusu bu epizodda zədə görən ikinci oyuncudan biri oldu. Oyunun başa kimi həmin epizoda yaxınlaşıb və ümid edirik ki, ciddi bir zədə yoxdur. Qeyd edelim ki, birinci hissədə də inşaatçı komandasının qapıcısı zədələnmişdi. Boş mövqedə, topsuz alanda və bu ikinci zədə də artıq. Həkimlər meydana daxil olacaq. Baş hakim tərəfindən həkimlər meydana dəvət olunur. Ümumi hesab 0-0'dır. Yine gəl izləyicilərin diqqətinə çatdırmaq istəyirəm ki, hal-hazırda Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 4-1 final mərhələsinin ilk oyunlarından biri keçirilir. Sabirabad'dayıq. İnşaatçı Sabirabad təmsilçisi olaraq Ağcabədi komandasını qonaq qəbul edib bu meydanda elə həmin təmsilçinin Ağcabədi Futbol Klubunu. Oyunun hal-hazırda 56-cı dəqiqəsidir, ikinci hissədir. Hesab açılmayıb tərəflər arasında. Demək olar ki, bir qədər tempsiz oyun izləyirik. Birincisi daha çox tempsiz idi, temp yox idi bu oyunun sürət baxımından. Amma ikinci isə bir qədər fərqli yaranar inşallah. Biz ona ümid edirik və gözəl əzmkə mübarizə şahidlik eləmiş olarıq. Həmçinin gol epizodu görmək istəyirik. Yəqin ki, izləyicilər də bizdən razılaşar. Gol epizodu görmək istəyirik tərəflər arasında. Tək qollu olmasın, bol qollu olsun, ümid edirik. Hakim hava atışı ilə topu daxil elədi. Və yenidən oyun dayandı. Birinci hissədə də, yəni sanki buna yaxın daha çox oyun görürdük. 2 dəqiqədən bir oyun dayanırdı. Qayda pozuntusuna görə qapıcı yerindədir. Qapıcı yerindədir və qapıcıya qarşı çovulluq var inşaatçı komandasının hücumçusu tərəfindən. Yenidən qayda pozuntusu qeydə alındı. Ümumi hesab hal-hazırda 0-0'dır. Oyunun 58-ci dəqiqəsi gedir. İkinci hissədir. Ağcabədi komandası hücuma çıxmağa çalışır. Qapıya doğru zərbə. Qapıcı səhvsiz qapıcı əhsəm. 2 həmlə ilə topa sahib oldu. Yəni bu da qolla yadda qala bilərdi. Qapıcı inanlı çıxış elədi həqiqətən. Alqışa dəyər inşaatçı komandasının qapısına. Eyni zamanda da Ağcabədi komandasının qapısı da bir neçə dəfə belə bir epizodlarda dəqiq yadda qalıb və topa sahib olub. Qapıdan zərbə olacaq. Ümumi hesab 0-0'da. Ağcabədi komandası qapıdan zərbəni yerinə yetirəcək. Oyunun 59-cu dəqiqəsi başa çatdı. Ağcabədi komandası hücuma hazırlaşır və zərbə olacaq. Zərbə qapıcı! İnanımlı çıxışıyla qapıcı halal olsun. Qapıcı gözəl uzandı. Zərbə də mükəmməl idi. Gözəl bir zərbə idi. Dəqiq zərbə idi. Baxmayaraq ki, bu dəqiqələrdən etibarən dəqiq zərbələrlə biz görmədik hər iki komandanın. Amma bu epizodda həm oyuncunun zərbəsi və qapıcının topa uzanışı çox mükəmməl idi. Bir-birini tamamladı. Amma nəticə etibarından oyunda hesab açılmayıb. 0-0'dır. İnşaatçı 0, Ağcabədi 0. Adi top itkisi. İnşaatçı komandası əks hücuma hazırlaşır. Yox. Burada da inşaatçı komandası topu saxlayıb ram eləyə bilmədi. Out. Amma
Top yenidən İnşaatçı komandasında olacaq. Ağ atışını yeni itirəcəklər. Ümumi hesab 0-0'dır. Bir saatı yerdə qoyduq. Yükləmişəm, çoxdan. Sağ ol, sağ ol. Out. Ağcabədi komandası ağ atışını yeni itirir. Ümumi hesab 0-0. Sadece topu uzaklaştırdı buradan İnşaatçı komandası. Qapçı səhvsiz çıxış elədi. İndi isə növbə Ağcabədi klubundadır. Meydanın sol tərəfindən hücum qurmağa hazırlaşırlar. Ona görə bu hücum nə niyyətdə qalacaq? Ötürmə. Bir qədər geriyə, amma qeyri dəqiq o mövqedə Ağcabədi komandasının oyuncusu yoxdur. Amma bəli, top itirdilər. Gözləyirdim ki, burada artıq səhvə yol verəcək İnşaatçı komandası, amma o səhvə yol vermədilər. Topa çata biləcəkmi? Və çatdı da İnşaatçı komandasının oyuncusu. Bir qədər geriyə ötürmə. Mərkəzə doğru, amma qapıya zərbə idi bu. Ötürmə deyildi. Zərbə meydançasının mərkəzinə doğru. Sanki birinci hissədən daha çox indi temp qalxıb. Hazırda hesab 0-0'dır. Tərəflər arasında bərabərlik var. Orada da topa çatan olmadı Ağcabədi komandasının heyətindən. Amma son toxunuş İnşaatçı komandasının oyuncusundan idi. Bəli. Baş hakim gücdən zərbəni işarə elədi və gücdən zərbəni yeni itirəcək Ağcabədi komandası. Ümumi hesab 0-0'dır. İnşaatçı 0, Ağcabədi 0. Siz benimkinden de bir tane. O ikisi kaptırmaya vurursun Sadık. Sen yiyeceksin. Ümumi hesab 0-0. Hələ ki hesab açılmayıb. Təhlükəli epizod. Yox, burada da bir qədər dəyəli çatışmadı İnşaatçı komandasının hücumunda. Çölli ol yatası oldu. Və topu meydandan uzaqlaşdırmağa çalışdı Ağcabədi komandası və buna da nail oldular. Amma topu itirdilər bir anda. Mərkəzdə daha çox top itisi hər iki komanda adına vurğulamaq olar ki, baş verir. Qapıya doğru zərbə bir anda gözlənilmədən, amma zərbənin qüvvəti o qədər də güclü deyildi. Qapıcı rahatlıqla topu ram eləyə bildi. Temp də bir qədər artıb, yenidən uzaqdan yoxlayır. İntiqam idi bu, səhv eləmirəmsə, bəli 14 nömrəli oyuncusu uzaqdan zərbə ilə qapını yoxlamaq istədi, amma qeyri dəqiqliyi vardı bu epizodda. Yox, hal-hazırda verilmir, heç bir kanala verilmir, sadəcə TikTokda və oyun bitəndən sonra YouTube'da yüklənəcək. Oradan HD formatda keçib baxa bilərsiniz, istəsəniz və yaxud da epizodlara baxıb analiz eləyə bilərsiniz. Kəsintilər də gətirə bilərsiniz. Aram Porca TV kanalının YouTube səhifəsindən daha doğrusu. Ümumi hesab 0-0'dır. Hələ ki hesab açılmayıb oyunda. İnşaatçı 0, Ağcabədi 0. 1 saat 5 dəqiqəni geridə qoymuşuq. İkinci hissə davazıda. Hesabda bərabərlik var. Bir qədər temp artıb oyunda.
Hər iki komanda adına demək olar bunu. Amma yenə də ilk hissədə olduğu kimi də qeyri-dəyəlik var hər iki komandanın adına qurulan hücumlarda. Bu gedişlə mən elə fikirləşirəm ki, hesab açılmayacaq. Hal-hazırda ikinci hissənin 15-19 dəqiqələr arasıdır, belə təxmin deyə bilərəm. Ümumi olaraq 1 saat 10 dəqiqədir. 1 saat 7 dəqiqə. Fasilə də olub, oyunda dayanmalar da olub ilk hissədə və ilk hissədən sonra da biz soyunub geyinmə otağında komandaların müzakirələrini təşkil etmişik bir qədər. Qayda pozuntusu. Birinci hissəyə nisbətən ikinci hissədə daha az şahid oluruq artıq qayda pozuntusuna. Birinci hissədə daha çox idi və oyunun tempindən çox təsir edirdi. Amma buna baxmayaraq, hakim hələ ki rəsmi xəbərdarlıq etməyib heç bir oyuncuya, heç bir texniki zonaya. Hal-hazırda tərəflər arasında bərabərlik var. Oyunun hesabı 0-0'dır, İnşaatçı 0, Ağcabədi 0. Ümumi 1 saat 7 dəqiqəni geridə qoymuşuq. Zərbə zərbəsini yerinə tezə Ağcabədi komandası. Biz səsləndi. Birbaşa cərimə meydançasına doğru ötürmə. Qapıya doğru zərbə, amma başla zərbəni yerinə yetirdi Ağcabədi komandası və qapıcı topu rahat götürə bildi. Yenidən meydanda zədəli oyuncu var. Həmin o başla zərbə zamanı topa çıxan İnşaatçı komandasının müdafiəsi zədələnib. Bəli, oyunda da seyir edilir, oyunda da birinci hissədə vardı, ikinci hissədə də səhv eləmirəmsə var, yoxdur. İkinci hissədə yoxdur, əvəzlənmə olub, birinci hissədə var idi. Out. Ağcabədi komandası out üçün yerinə yetirir. Təşkil out. Yəni gözləntilərin altındadır bu oyun. Mən deyərdim ki, çox dayanmalar oldu. Oyun tempi çox aşağı səviyyədə oldu. Nə əlaqələrdir onu deyə bilmərəm, amma gözəl bir keçid. Sağ cinahdan İnşaatçı komandası adına sol sağ cinahdan bəli. Amma out. Bu hücumda yekunlaşmadı. Hesab hal-hazırda 0-0'dır. Ümid edirik ki, ilerleyen dəqiqələrdə biz gol və qollara şahidlik edərik. Zərbə olacaq mı? Yox. Akrobatik zərbəni yerinə yetirmək istədi burada. Oyuncu amma alınmadı. Sadık tamamında. Qayda pozuntusu. Əvəzlənmə olacaq İnşaatçı komandasının heyətində. Əldə nömrəli oyuncu meydanı tərk edir. İnşaatçı komandasının heyətində və meydana daxil olan yeni bir nəfəs İnşaatçı komandasının adına müdafiədə çıxış edəcək. Altı nömrəli oyuncu.
Sol cinahdan İnşaatçı komandasının hücumu. Mərkəzə doğru ötürmə. Amma geri dəyikliyi var yenə. Yenə top qaldı İnşaatçı komandasında. Qapıya doğru uzaqdan zərbə. Zərbə bir o qədər qüvvətli deyildi və qapıcı rahatlıqla topu götürə bildi. Ümumi hesab 0-0. Hələ ki tərəflər arasında hesab açılmayıb. Görüşün 1 saat 10 dəqiqəsini yerdə qoyduq. Məndə şey var, yox, tapsız. Yeni götürüb ambulans mı? Out. Ümumi hesap 0-0 daha hazırda. Tempo kadar yüksek değil oyunda ama real gol episodları var idi. Birinci hissədə də, ikinci hissədə də. Əllə daxil oldu. Ağcabədi komandasının sınav oyuncusu tərəfindən və qayda pozuntusu qeydə alınır. Bakar kimi göstərişi ilə. Ümumi hesab 0-0. Hansı rayondur? Sabirabad rayonudur. İnşaatçı 0, Ağcabədi 0. Mən çək, bir dənə çək. Ağcabədi komandası hücumunu izləyir hal-hazırda sağ cinahdan. Qapıcı səhvsiz çıxış elədi burada yenidən. Baxmayaraq ki, qapıcı 2 dəfə zədələnib bu görüşdə. Uzaqdan qapını yoxladı Ağcabədi komandasının mərkəz oyuncusu, amma geri dəyikliyi var. Top xeyli aralı keçdi qapıdan. Hal-hazırda 0-0'da ümumi hesab. İnşaatçı Sabirabad 0, Ağcabədi 0. Yaxına getmiyor. Sağla çəkilin. Out. Ağcabədi komandası at atışını yeni yetirdi. Qayda pozuntusu. Hesab hal-hazırda 0-0'da. Hesab hələ ki açılmayıb.
İnşaatçı komandasının oyuncusu qayda pozuntusuna yol verdi və cərmə zərbəsini Ağcabədi komandası yerinə yetirəcək. Hal-hazırda ümumi hesab 0-0'dır. Tərəflər arasında bərabərlik var. Ağcabədi komandası cərmə zərbəsindən topu meydana daxil elədi. Amma yenə də geridəylik var. Birincisi də olduğu kimi hər iki komandanın mərkəzdə daha çox top itirilir. Hücum kəsərləri o qədər də güclü deyil. Qapə zərbələrdə geridəylik çoxdur. Oyunda rəsmi xəbərdarlıq olunmayıb. Heç bir oyunça, heç bir zonaya rəsmi xəbərdarlıq göstərilməyib. Baş hakim tərəfindən cəmi 2 dəfə hakimlər meydana daxil olub. Hər ikisində də İnşaatçı komandasının oyuncuları zədəli olduğuna görə, daha doğrusu birində də Ağcabədi komandasının oyuncusu gol epizoduna yaxın bir epizod idi. Qapısı ilə top quşdu. Cərmə zərbəsi yerinə yetirildi. Təkrar zərbədə yenə geridəylik var. Qapıdan zərbəni yerinə yetirəcək İnşaatçı komandası. Ümumi hesab 0-0'da. Artıq 1 saat 17 dəqiqəni geridə qoymuşuq. Qapıya zərbə. Bu da nəticəsiz oldu. Bu zərbə də geridəylik oldu. Sabirabaddır bura. Hal-hazırda Sabirabad şəhər stadionu. Qapıdan zərbəni yetirdi İnşaatçı komandası. Birinci hissədə daha çox temp aşağı idi. Bir qədər ikinci hissənin irəliləyən əvvəlki dəqiqələrdə, 2 dəqiqələrdə daha templi oyuna şahidlik eləyirdisə artıq yenidən təkrar temp azalıb. Amma bu epizodda və qapıya doğru zərbə! Gol! Bir anda çaşqınlıq yarandı sanki İnşaatçı komandası müdafiəsində. Ağcabədi komandası hesabı açan tərəf oldu. Qapısı düzdür bu mövqedə düzgün çıxış eləmişdi, amma kifayət eləmədi. Oyunda ilk gol qeydə alındı. Ağcabədi komandası hesabı açan tərəf oldu. 1-0. İnşaatçı Sabirabad 0, Ağcabədi 1. Sonunda biz də qol izləyə bildik. Ümid edirəm bundan sonraki dəqiqələrdə çoxlu qollar görərik. Baxmayaraq ki, artıq ikinci hissənin sonlarına yaxın vaxtlarda az qalıb. 20 dəqiqədən yaxın vaxt qalıb təxminən. Ev sahibi mərkəzdən topu daxil edəcək meydana. Ümumi hesab İnşaatçı 0, Ağcabədi 1. Hesab asılı bu görüşdə. 1 saat 18 dəqiqənin tamamında. Yəqin ki, artıq sürətli oyun izləyə bilərik. Yəni bu qol ümid edirik ona vəsilə olar. Yox, bu epizodda da Ağcabədi komandası topu kənarlaşdırdı. Zərbə meydancasından kənara vurdu topu. Artıq mənə elə gəlir ki, Ağcabədi komandası qapıya doğru ötürmə, yumruqladı burada qapıcı. Gözəl ötürməkdir, amma qeyd edirəm ki, orada İnşaatçı komandasının oyuncusu topa çatmırdı. Birbaşa qapıya zərbə gedə bilərdi. Bu epizodda da qapısı topu yumruqladı və kənarlaşdırmaya nail oldu. Ümumi hesab 0-1. İnşaatçı 0, Ağcabədi 1.
keçə bilmədi. Bir qədər keçə bilsəydi İnşaatçı komandasının sol cinah oyuncusu, amma təhlükə yarada bilərdi, keçəmədi. Müdafiə imkan vermədi bu epizodda. Korner olacaq, səhvlərimizə bəli. Gücdən zərbə. Yoxsa out atışı mı? Out atışı, bəli, out atışı üzr istəyirəm. Out atışını yerinə yetirir Sabirabad komandası. Bir qədər hücuma meyilli daha çox oyun görəcəyik. İlerleyen dəqiqələrdə mənə elə gəlir. Əsasən də İnşaatçı komandasına heyəti tərəfindən, çünki mənə elə gəlir İnşaatçı komandası məğlub ayrılmaq istəməz öz doğma meydancasında. Ümumi hesab İnşaatçı 0, Ağcabədi 1. Zərbə imkan vermədi burada Ağcabədi müdafiəsi. Bir 0 Ağcabədi komandası öndədir. Həsrət, Yusuf. Zədəli oyuncu var meydanda və hakim görüşü dayandırdı hal-hazırda. Ümid edir ciddi nəsə yoxdur. Oyuncu amma başını tutub və hakimlər səhvlərimsə meydana dəvət olunur. Hakimlər demək, həkimlər. Ümid eləyək ki, ciddi zədə yoxdur oyuncuda. Komandalar fürsətdən istifadə edən su fasiləsinə yollandılar, səhvlərimsə bəli. Bir qədər çəkildilər texniki zonaya, oyun dayanıb. Və oyun qaldığı yerdən davam elədi. Qapıcı təkrar yumruqladı. Gözə çıxış elədi burada. Qapıcı Ağcabədi komandası qapıcısı. Ümumi hesab 1-0. Ağcabədi komandası öndədir. Out atışını yerinə yetirdi burada İnşaatçı komandası. Hücum qurmağa çalışır, amma qayda pozuntusu təkrar. Hal-hazırda ümumi görüşün 1 saat 23 dəqiqəsi tamamlanıb, 24 dəqiqəsi tamamlanıb. Təxmini hesab dəqiqə 49-48-ci dəqiqədən başlayıb ikinci hissə, belə deyim. Biz dayandırmışdıq çəkişi. Oyunun sonlarından o qədər də çox vaxt qalmayıb, hardasa 20 dəqiqədən yaxın və yaxud da az qalır. Ümumi hesabda 1-0 öndədir Ağcabədi komandası. Həsrət. Gəl özə keçir. O da şərəflərdir. Oyuncu dəyişikliyi var desən, yox. Bəli, oyuncu dəyişikliyi var. Hər iki komandada meydana daxil olan yeni nəfəs olacaq. Oyun qaldığı yerine devam edir. Tapdım Allah. 1-0 Ağcabədi komandası öndədir. Görəm də şəkil.
Top meydanı yan xəttdən tərk elədi. Out. Out atışını yerinə yetirəcək Ağcabədi klubu. Sen al. İnşaatçı komandası sağ cinahdan hücum qurmağa çalışır. Ümumi hesabda 1-0 öndə Ağcabədi komandası. Qayda pozuntusu və hakim oyunu saxlayır. Cərmə zərbəsini yerinə yetirəcək inşaatçı Sabirabad təmsilçisi. Alem. Salam. Yerlə zərbə çox belə deyim, yöntəmsiz zərbə idi. Qeyri-dəqiqlik demək buna düzgün olmazdı. Ev tapşırığı yeni yetişdirdilər. Bəlkə nəsə bir nəticə əldə eləmiş olarlar inşaatçı komandası adına. Qapıdan zərbəni yeni yetirəcək Ağcabədi klubu. 1-0 öndədir Ağcabədi. Artıq oyunun sonlarına demək olar ki, bir qədər vaxt qalıb. Out. Və dərhal topu meydana daxil edən inşaatçı. Amma top itirildi. Yenə qayda pozuntusu. Artıq mən sayın itirmişəm bu qayda pozuntusunu. Birinci hissədə də eyni vəziyyət var idi. İndi artıq Ağcabədi komandası da tez-tez qayda pozuntusuna yol verir. Yəqin ki, bu oyunun hesabı ilə bağlıdır. Mən elə bilirəm taktik gedişdir. Təbii olaraq. Amma hakim qayda pozuntusunun inşaatçı komandası yerinə yetirdiyini işarə verdi və Ağcabədi komandası cərimə zərbəsini yerinə yetirəcək. Qapıya doğru birbaşa zərbə, qapıcı düz qapısının üzərinə getdi bu top. Əks hücuma hazırlaşırdı inşaatçı komandası, amma bu mövqedə də topu itirdilər sol cinahda. Təkrar Ağcabədi komandası topa sahib olub. 1-0 öndədir Ağcabədi klubu. Top meydandadır və inşaatçı komandası at atışını yerinə yetirir. Az qalmışdı biraz səhvə yol versin Ağcabədi müdafiəsi, amma topu uzaqlaşdıra bildilər. Buna baxmayaraq top yenə də inşaatçı komandasındadır. Cərimə meydançasına ötürmə, amma yenə də topa yaxın oyuncu olmadı bu epizodda. Təkrar cərimə zərbəsi. Daha da cərimə meydançasına ötürmə idi. Bu da nəticəsiz alındı. Yenə də yoxlayacaq inşaatçı komandası. Bir qədər geriyə çəkildilər artıq. Ağcabədi komandası demək olar ki, müdafiə qapanıb. Əks hücum ola bilər bu epizodda inşaatçı komandası qapısına qarşı doğru, daha doğrusu təhlükəli epizod ola bilər. İkili mübarizə gedir meydanda, sağ cinahda. Mübarizədən qalib ayrılan tərəf isə inşaatçı komandası müdafiəsi oldu. Oyunun tempi bir qədər artıb sanki.
sağ tərəfdən yenidən hücum planını qurmağa çalışdı Ağcabədi komandası, amma top meydandan çıxdı və ikincidən zərbə olacaq. Ağcabədi komandası ikincidən zərbəni yenə etirir. Ümumi hesabda 1-0 öndədir Ağcabədi heyəti. Mən də gəldim aşağı. Baş hakim oyuncusunun tələsməyini işarə verir. Yerinə yetirildi. Qapıya doğru, amma yox. Burada müdafiə səhvsiz oynadı İnşaatçı komandasında. Və top yan xəttdən out'a çıxdı. Out atışı yerinə yetirildi İnşaatçı. Ümumi hesabda 1-0 Ağcabədi komandası önünədir. Və qapıdan zərbə. İnşaatçı komandası qapıdan zərbəni yetirəcək. Tələsməlidirlər. Artıq çox da vaxt qalmayıb. Hesabı bərabərləşdirmək üçün sol cinahdan hücum qurmağa çalışır İnşaatçı komandası və ötürmə. Birbaşa qapıya, amma yox. Zərbə o qədər də düzgün deyil, ötürmə daha doğrusu. Oyuncu topa çata bilmədi İnşaatçı komandasında. Ümumi hesabda 1-0 öndədir Ağcabədi klubu. Görüşün 1 saat 32 dəqiqəsini tamamlamışıq. Və artıq demək olar ki, fasilələri nəzərə alasaq, 10 dəqiqəyə yaxın vaxt qalıb oyunun bitməsinə. Hesabda 1-0 öndədir Ağcabədi klubu. Qonaqlar üstün tərəfdir hal-hazırda hesabda. Qayda pozuntusu. İnşaatçı komandası qayda pozuntusuna yol verdi və görüşün baş hakimi oyunu saxlayıb. Ağcabədi komandasının heyətində zədəli oyuncu var yerdədir. Yəqin ki, bu oyunun vaxtını uzatmağa doğru bir plandır. Təbii olaraq sözsüz oyunda da böyle şeyler baş verir. Olmalıdır da. Top uzaqlaşdırdı. Bu dəfə sağ cinahdan hücum qurmağa hazırlaşırdı İnşaatçı komandası, amma yenə də top itirdilər mərkəz xəttdə, meydanın mərkəz xəttində. Qayda pozuntusu. Ümumiyyətlə, bu görüşdə ən çox, belə desək, çox tələffüz elədiyimiz söz qayda pozuntusu oldu. Düzdür, qeyri-peşəkar olmasa şərh eləməyə çalışır. Amma yəni, oyunun tempini çox təsir edir, təbii ki, bilirsiniz. Cərimə zərbəsindən yerinə yetirildi, amma buradan da İnşaatçı komandası hücum. Yox, zərbə idi bu, zərbə idi. Hücum elə bildim çıxacaq sol cinahdan, amma zərbə idi. Qeyri-dəqiq oldu. Daha doğrusu burada belə deyək, müdafiə toxundu top. Bəlkə də mən düzgün vurğulamışdım. Hücuma çıxmaq istədi sol cinahdan İnşaatçı komandası, amma Ağcabədi komandası müdafiəsi buna imkan vermədi. İkincidən zərbəni yerinə yetirəcək İnşaatçı komandası. Ev tapşırığıyla başladılar. Baxa görə nə nəticələyəcək? Cərimə meydancasını ötürmə və sanki qapı xəttindən çıxardı Ağcabədi topu. Bəli. Müdafiə burada. Qapıcı düzdür, səhvə yol vermişdi, amma müdafiəçi uzaqlaşdırdı bu epizodda.
hesaba bərabərə gələ bilərdi. Hal-hazırda Sabirabad'dayıq əziz izləyicilərimiz. Sabirabad mərkəzi stadionunda və ümumi hesabda Sabirabad təmsilçisi geridədir. Minimal hesabla 1-0 Ağcabədi komandası öndədir. Oyunun sonlarına az qalıb artıq. Və bitdi. 1-0. Bu oyunun nəticəsi Azərbaycan Həvəskarlar Futbol Federasiyasının ilk 4-1 final mərhələsində səfərdə Ağcabədi komandası 1-0 öndə tamamlayıb evə geri dönüş eləyir. Düzdür, maraqlı olmadı o qədər də bu görüş, oyun tempi baxımından deyirəm. Təbii ki, hər iki komanda da çox qayda pozuntusuna yol verdilər. Oyunda rəsmi xəbərdarlıq olmadı, zədəli oyuncu olmadı. Daha doğrusu zədələndilər, amma ciddi zədə olan olmadı. Yadda qalan epizodlar var idi və təbii ki, oyun hesabından bəllidir. Bu hesabda minimal üstünlüyü ilə Ağcabədi komandası 1-0 qalib gələrək səfərdən geri dönəcək. Cavab oyunu maraqlı olacaq. Təbii ki, uğurlar hazırlıq hər iki komandanın heyətinə və klub rəhbərlərinə. Bizi izlədiyiniz üçün təşəkkür edir, hər kəsə minnətdarıq. Biz də yayımızı sonlandıraq. Növbəti dəfə oyunlarımız olarsa canlı yayın vasitəsilə sizlərə təqdim edərək qeyd edeyim ki, HD formatda YouTube kanalımızda Aram Forza TV kanalına oyunun tam gedişini izləyə bilərsiniz. Oyunun bütün epizodlarına baxa bilərsiniz. Çox sağ olun, minnətdaram hər birinizə. Sağ olun. Bəli, 1-0 Ağcabədi komandası qalib tərəf oldu.